Fəsil 12 kompüter şəbəkələri. İndi buradan da suallara baxacağıq testdə. Bu mövzu da rahat mövzudur. Yəni düz nəzəri biraz çox görsənir, amma test sualları çox rahatdır. İndi bununla bağlı qısa bir PDF göndərəcəm mən sizə. Şəbəkə nə deyirlər? Şəbəkə birləşmiş kompüterlər toplusudur. İndi əslində sırf elə deyə bilmərik. Çünki şəbəkədə yalnız kompüter olmur. Şəbəkədə qurğu da ola bilər. Yəni printer, skaner və s. İndi kompüter şəbəkəsinin əsas məqsədi nədir? Yəni niyə biz kompüterlər bir-birinə əlaqələndiririk? Çünki informasiya mübadiləsini həyata keçirməkdir. Hansı ki, məlumat paylaşımı, ötürmə və s. Ən sadə şəbəkə qurmaq üçün bizə ən azı 2 kompüter lazımdır. Kompüterlər şəbəkəni əhatə dairəsinə görə növlərə ayırır. Şəbəkələrin 2 əsas kateqoriyası mövcuddur. Əsas yəni vacib. Lokal və qlobal. Düzdür, regional şəbəkə də var. Amma yəni əsas lokal qlobaldır. Lokal şəbəkəyə biz LAN da deyirik. Local Area Networks. LAN. Qısa formada belə adlandırılır. Adətən əhatə dairəsinin radiusu 1-2 kilometrdən çox olmayan kompüter şəbəkəsinə daxil edilir. Fikir verirsiniz. Əhatə dairəsinin radiusu 1-2 kilometrdən çox olmayan deyirsə, deməli bu yaxın məsafədə istifadə olunur. Onda uzaq məsafəyə əlaqələnə bilmir. Yaxşı, onda biz bu dəqiqə nə ilə qoşulmuşuq bəs? Biz qlobal şəbəkə ilə qoşulmuşuq. Yəni internet coğrafi olaraq paylanmış kompüter və ya lokal şəbəkələrin qarşılıqlı əlaqələrinin təşkili üçün istifadə olunur. Qlobal şəbəkədə WAN adlandırılır. İndi görəcəyiz sonra. Qlobal şəbəkə geniş miqyaslıdır. Yəni daha böyük məsafələri əhatə edir. Amma lokal şəbəkə daha yaxın məsafədə istifadə olunur. Lokal şəbəkəyə yoldaşlar, misal çox şey göstərə bilərik. Məsələn, hər hansısa şirkət, nə bilim, hər hansısa bir şöbələrdə olan kompüterlərin bir-birilə əlaqələnməsi və ya universitetdə semestr imtahanının testlə vermişsiniz də, orada kompüterlərin hamısı bir şəbəkəyə qoşulur axı. Orada görə bilərsiniz. Və ya MİQ imtahanlarına görə bilərik, müəllimlərin işə qəbulu imtahanları. Bəli, və ya informatika otaqlarındakı kompüterlər. Bunların hamısı lokal şəbəkədir. Lokal, qlobal yox. Qlobal internet, bildiyimiz Wi-Fi. Aydın oldu. Bir də yoldaşlar, üçüncü kateqoriya olaraq regional da var. Regional nə lokal deyil, nə də qlobal deyil. Yəni, ikisinin ortasında olan bir şəbəkədir. Regional şəbəkə düzdür, Azərbaycandan çox istifadə olunmur elə. Ümumiyyətlə az rast gəlinən bir şeydir. İndi mən sizə deyəcəm o regional şəbəkə belə deyək, əhatə dairəsinə qədərdir. Lokal şəbəkənin fərqləndirici bir də çatışmazlığı var ki, fərqləndirici cəhəti odur ki, yüksək ötürmə sürəti. Bilirsiniz niyə? Çünki yaxın məsafədə olduğuna görə məlumat daha sürətli ötürülə bilir. Ötürmə səhvlərinin aşağı olması, rabitə kanallarının yüksək səviyyəli olması, yəni kabellərdir, avadanlıqlardır və s. Bunlar hamısı ən yaxşı olmalıdır. Mübadilənin idarə olunmasının səmərəli və tez, yəni sürətli mexanizm olması şəbəkəyə qoşulan kompüterlərin sayının dəqiq və məhdud sayıdır. Fikir verirsiniz. Deməli, lokal şəbəkədə əgər biz kompüterlər qoşuruqsa bir formada, bunlar müəyyən say limiti olur. Aydın oldu. Təbii ki, o qoşulan qurğulara əsasən təyin olunur. Onu dəqiq demək düzgün deyil. Amma çatışmazlığı nədir lokalın? Məsələn, burada keyfiyyətli avadanlıqların alınmasından çəkilən böyük xərclər var. Hansı ki, kabeldir, başlıqlardır, digər switchdir, routerdur. İndi axır ki, yəni avadanlıqlardır bunlar hamısı. Şəbəkə üçün əlavə avadanlıq alınmalıdır axı bəzi qurulmaq üçün. Bildiniz nə demək istəyirəm? Yəni bunun hamısı böyük xərc. Sonradan nəzərə alınmamış əlavə xərc ola bilər və ya birləşdirici kabellərin çəkilməsi ilə bağlı əlaqədar izafi xərclər ola bilər.
Hər dəfə proqramların alınması işçilərin öyrədilməsinə çəkilən xərclər və ya vaxt itkisi ola bilər. Aydın oldu. Yəni qısacası əlavə xərc və vaxt itkisi. Bu lokal şəbəkənin çatışmazlığıdır. Çünki lokal şəbəkəni qurmaq, yoldaşlar, mən sizə bir söz deyim. Lokal şəbəkəni qurmaq Wi-Fi çəkmək qədər qısa deyil ha. Wi-Fi nə ki, zəng elədin, tutaq ki, az telekom, bak internet. Gəldi uzaqbaşı yarım saat 40 dəqiqə çəkilib, bitdi, getdi. Hazırdır. Amma lokal şəbəkə elə deyil axı. Və ən azı mən sizə deyim ki, əgər bir otaq daxilində çəkirsinizsə və ya qısa bir yerlərdə bir gün, 2 gün vaxt çəkə bilər. Əgər yox, 4-5 mərtəbəli binaya lokal şəbəkə çəkirsinizsə, hətta mən sizə deyim ki, o bir həftə vaxt apara bilər. Aydın oldu. Yəni, lokal şəbəkədə zaman müddəti də var. Növbəti qlobal şəbəkə ilə bağlı danışacağıq. Wide Area Networks, WAN, müxtəlif şəhər və ölkələrdə yerləşə bilən, aralarında məsafəyə görə səpələnmiş lokal şəbəkələri, o cümlədən server ayrı-ayrılıqda kompüterləri birləşdirirlər. Əslən düzdür də biz müxtəlif şəhər və ölkələrə görə də əlaqə yarada bilirik. Məsələn, bu dəqiqə WhatsApp-la görüntülü istənilən ölkə ilə danışa bilərsiniz də, tanışlarınızla. Qlobal şəbəkə təbii ki, budur. Və yoldaşlar, qlobal şəbəkə üçün belə deyək də, o bariz nümunə internet bildiyimiz. Bu belə. Sonra burada başqa bizə vacib olan nə var? Şəbəkə operatoru anlayışı var, provider anlayışı var. Bunlar deyək. Şəbəkə operatoru şəbəkənin normal işini dəstəkləyən şirkətdir. Elə provider də şirkətdir. Bunlar amma internet xidmətləri təklif edən şirkətlərdir. Bu şirkətlər biz hansılardır? Dediklərimiz Aztelekom, Bak İnternet, Citynet, KTV. Yəqin ki, bilərsiniz də məlum məsələdir. Provider bunlar sayılır. Şəhər şəbəkələri. Şəhər şəbəkələri o regional demişdi və o da demək olar ki. Mən adlandırılır Metropolitan Area Network. Yəni yoldaşlar, bu nə lokal deyil, nə də qlobal deyil. İkisinin arasında bir aralıq mövqe tutur. Böyük bir şəhər ərazisini əhatə etmək üçün nəzərdə tutula bilər hardasa. Yəni şəhər mi deyək, bir rayon mu deyək, bir bölgə mi deyək, yəni bunu əhatə eləyir. Aydın oldu. Nə qısa məsafə deyil, nə də daha böyük deyil. İkisinin ortası. Buranı keçirəm. Əlaqəsiz şeylər çoxdur, biraz lazımsız. Mən lazım olan yerləri sizə izah eləməyə çalışacağım. 12.2 lokal şəbəkələrin aparat və proqram təminatı. Yəni, lokal şəbəkələrin əsas aparat komponentləri. Əsas aparat komponenti o demək. Yəni, biz lokal şəbəkə yaratmaq üçün bunlar vacibdir. Bu, nələr daxildir buraya yoldaşlar? Server, işsiz stansiya, interfeys, yəni şəbəkə adapteri, şəbəkə kartı və kabellər. İndi server nədir? Server lokal şəbəkədə şəbəkə resurslarını paylayan kifayət qədər güclü kompüterlərdir. Onda yoldaşlar, server burada bilirsiniz nə kimi rol oynayır? İdarə edici kompüter olaraq. Çünki güclü kompüter nə demək? Şəbəkə resursunu paylayan. Deməli, əsas idarə edici kompüter bu sayılır da. Onda işsiz stansiya nədir bəs? Serverə qoşulan və serverin resurslarından istifadə edən hər bir kompüter işsiz stansiya adlanır. Bildiniz? Elə ki, bunu sizə belə izah edeyim də ən doğru dildə. Server mənəm, işsiz stansiya sizlərsiniz. Aydın oldu. Bunun ən yaxşı nümunəsi budur. Ki, mən əsas idarə edici kompüterəm. Siz də mənə qoşulub mənim, belə deyək ki, kompüterimdən istifadə edən işsiz stansiyasınız. Bildiniz? Belə. Növbəti şəbəkə adapteri anlayışı var burada. Əslində onu biz bir dəfə demişik. Şəklinə baxsaq indi görəcəksiniz da. Bunu biz harada demişik? Hardware mövzusu vardı, ikinci fəsil. Bəli, orada da şeydə Qurğular dərsində. botlarda falan var idi orada. İndi yoldaşlar, şəbəkə adapterinin işi nədən ibarətdir? Kompüterlər kabelə, şəbəkə adapteri vasitəsilə birləşdirilir. Fikir verirsiniz. Yəni əsas kabellərə.
Şəbəkə adapteri Network Interface Card NIC olaraq da adlandırılır. Yəni yoldaşlar, şəbəkə kartına həm də şəbəkə platası kimi deyə bilərik ya buna. Bu bir dəfə düşmüşdür, Dövlət İmtahan Mərkəzi sınaq sualına salmışdı. Şəbəkə adapteri həm də şəbəkə platası olaraq tanınan bir qurğudur. Və təbii ki, mən də belə deyim də sizə, bunun işə əsas bilirsiz nədən ibarətdir? Kompüterləri əlaqələndirir də. Çünki biz bunları kabelə qoşuruq və kabeli də kompüterlərə qoşuruq, bildiniz? Bunlar hamısı bir-birinə əlaqələnir. Sonra şəbəkə adapterlərinin üç növü var. Hətta bunu demişdik. Bu da orada var idi. Daxili, xarici və ana plataya quraşdırılmış. Və bunlar hamısı orada yazılır. Yəni bu hissələr təkrardır. Sadəcə burada özüm yenidən deyirəm ki, yəni ən azından əvvəlki dərsi təkrarlayaq. Şəbəkə adapterlərinin üç əsas xarakteristikaları var. Qoşulduğu şirin tipi, yadınızdasa bunlar demişdik. İSA, ESA, bir də orada PCI yazılmışdı. PCI. İndi burada mikroşanel yazılır. Şəbəkə mərtəbəsinin sayı 32-64 bit. Bu da var idi orada. Yaradılan şəbəkənin topologiyası, indi bununla bağlı danışacaq. Bunları elə ki deməmişik. Amma bura qədər olan hissələr təkrarlayıcı, yəni əvvəlki dərslərdə dediyimiz məlumatlardır. İndi informasiyanın ötürmə mühiti dedikdə kompüterlər arasında informasiya mübadiləsini aparan rabitə xətləri. Yəni yoldaşlar, belə izah edeyim də sizə. İnformasiyanı qarşı tərəfə ötürmək üçün rabitə xətləri lazımdır bizə. Düzdür? Rabitə xətti lazımdır ki, mən məlumatı qarşı tərəfə ötürə bilim də. Bunun üçün rabitə xətləri 3 yerə bölünür. 3 yerə. Çəkilən hava ilə. Bunun şəklindən bir dənə baxın. O rayonlara gələndə yolun sağında olur, görmürsünüz, sağında, solunda. Bu şeydə elə bir ki, tirlərdir, asılqanlı tirlər. Aydın oldu. Kabelli, kabel növlərindən danışacağıq. Bir də yerüstü və peyç əlaqə radio kanalları. Bunlar da adətən yüksəkliklərdə quraşdırılır. Antenalardır. Eyfel qülləsinə oxşur. Fikir vermişsiniz, dəmir formatda olur, belə hündür olur özü biraz. Bilmirəm, yaxından görmürsünüz ya, bu da müəyyən ərazilərdə quraşdırılır. Elə Bakının özündə də var. Hətta bunun çox var binaların başında olur. Qırmızı işıq yanır, sönür gecə, axşam vaxtları. Yəqin rast gələrsiniz. Yəni bu da bir antena növüdür ki, məlumat ötürür də elə bir, bildiniz, siqnal ötürür. Özü müəyyən ərazilərdə var. Yəni hər ərazidə demək olar ki, var. Hər ərazidə. Bunlar belə. Sonra yoldaşlar, kabel növlərindən danışacağıq. Kabel növləri 3 yerə bölünür. Deməli, burulmuş süd kabelləri var. Koaksial və lifli optik kabellər. Burulmuş süd kabellər hansılardır? Və bunlardır. Şəkil də burada verilib. Burulmuş süd, bunlara UTP tipli kabellər deyirik. Bu kabellərdə naqillər bir-birinə burulur. Amma belə olur da, fikir verirsizsə, 2 dənəsi bir-birinə burulub, ikisi bir-birinə burulub, ikisi bir-birinə və ikisi bir-birinə. Bu kabellərdə adətən kabelə 2 və ya 4 cüt, 4 burulmuş süd daxil olur. Aydın oldu. Yine 4 süt naqil varsa, əgər məsələn naqillərin sayını soruşsa 8 olacaq. Niyə? 4 cüt nə deməkdir? 2 dənəsi bir-birinə burulub da 8 dənə naqil var ümumi olaraq. Bildiniz? Bu kabellərin başlığı bilirsiniz hansı olur? İndi bunu göstərərəm mən sizə. Bu kabellərin başlığı yoldaşlar RJ45 hansı ki mən son dəqiqə onu sizə bir dəfə göstərmişdim. Connector'da kabel başlığı. De bu da ben. Aydın oldu. Baba ismini görürsünüz burada. İçi de görünür. Tarihçi. Yani kabellerin başlığı RJ45 hansı ki biz bunu Wi-Fi yani bu router'a falan modeme koşurduk. Tabii ki bu kabellere ihtiyaç yoktur. Çünkü fiber optik kabellerin saçılır artık Wi-Fi'ler. Bəli. Bu burulmuş sütun növləri var yoldaşlar. 2 əsas növü var. Ekranlaşmış, ekranlaşmamış. Ekranlaşmış o demək ki, metal hörgüdə yerləşir. Maneələrdən yaxşı qorunur. Yəni üstü bağlı olaraq da o mənadır. Ekranlaşmamış xarici elektromaqnet maneələrdən zəif qorunur. Növbəti
Dedi ki, burulmuş sütlərin qoşulması üçün RC45 ucluqlarından istifadə olunur. Gəldim koaksial kabel. Koaksial kabel bilirsiniz hansıdır? Buradan da görsənir şəkli. Lab bir dənəsini mən yazım, daha yaxşı görün. Əslində biləcəksiniz söhbət nədən gedir. Şəklini görəndən sonra. De budur bu. O şeyin gəlirik. Çöldə şeydən gəlirik yoldaşlar. Krosnudan. Gəlib televizorun arxasına bağlanır. Belə burulmuş hissəsi var. İçində də nazik iynə kimi hissəsi var. Görərsiniz bəlkə. De budur. Rast gələrsiniz. Koaksial kabel budur. Bir-birindən dielektrik qatı ilə ayrılmış mərkəzi naqil və metal hörgüdən ibarət və ümumi xarici örtükdə yerləşdirilmiş elektrik kabel hesab olunur. Bu kabelin üstünlüyü təkrarlayıcıdan istifadə etmədən uzaq məsafəyə ötürmə olur. Mənfi cəhəti isə qiyməti və ölçüsüdür. Belə formada qeyd olunur. Bu kabellərin iki növü var. Diametri 0,5 olan nazik kabellər, diametri 1 cm olan yoğun kabellər. Və gəldim sonuncu fiber optik lifli kabellərə. Bu kabellər yoldaşlar, digərlərinin fərqi bilirsiniz nədir? Bu kabeldə informasiya elektrik siqnalı ilə deyil, işıq siqnalı ilə ötürülür. Ona görə məlumat var ha. Ona görə bu kabelin digərlərindən fərqi bilirsiniz nədir? Məlumat daha sürətli ötürülür. Bildiniz nə demək istəyirəm? Ona görə bu kabeldə məlumat daha sürətli ötürülür. Yadda saxlayaq. İndi bu kabeldə də. Amma bu kabelin də mənfi cəhəti var ha, deyim ki sizə. Artıq Wi-Fi-ləri bu kabeldən çəkirlər. Bunun bu ağ olan hissələrini görürsünüz. Bunlar bilirsiniz nələrdir? Şüşələrdir. Gəldim müəllim, əzilən kimi də getdi internet. Necə? Şüşələrdir, əzilən kimi də internetdən qurtar. Ha, elədir. Hətta orada bir zədələnmə olsa var ha bu kabeldə. Siqnal etir. Hətta mən sizə deyim ki, bu kabelləri bərpa eləmək olmur ha. Lordu dərəsə payat deyirlər də ona. Gələ yenidən Müəllim, çəkilir. başqa rəqam sökülür, təzədən yazılır. Elə də. Ona görə mənfi cəhəti odur. Amma müsbət cəhəti təbii ki çoxdur. Ki dediyimiz kimi daha sürətli ötürür. Yəni müsbət tərəfi budur. Nəysə, bu hissələri keçirəm. Bu kabellərin iki növü var. Bir modalı, çox modalı. İndi yoldaşlar, onu da deyim ki sizə, o şüşə liflər deyildi ya bayaq. Oradan şüalar ötürülür də bəs, siqnallar. İndi bir modalıda şüalar bir xətt üzrə eyni yolu kəsir. Amma çox modalıda bir neçə xətt boyunca hərəkət edir. Belə. Və gəldik burada nəyə? Lokal şəbəkənin əlavə avadanlıqlarına. İndi qulaq asın. O bayaq dediklərimiz kabeldir, nə bilim. Sonra hansı ki o digər şeydir, nədir? Serverdir, işsiz stansiyadır. Onlar əsas aparat vasitələrdir. Biri var əsas, bir də var əlavə. Məsələn, bunlar əlavədir. Fasiləsiz qida mənbəyi, UPS. İndi yoldaşlar, bunlarda deyək. Sonra testdə suallara baxacaq. Yəni, çox sayılı. Çünki biz çox şeyləri keçdik artıq demək olar ki, bunlar da daxil. Fasiləsiz qida mənbəyi UPS. Bu bilirsiniz nədir? Bu bir növ generator rolunu oynayır. Hətta mən deyərdim ki, power bank rolunu oynayır. Yəni, işıq sönür, düzdürmü? Telefon zaryatkaya qoya bilmirsən, neynəməlisən? Power bankla qoşursan, da aydın oldu. Ya da generator varsa generatorla. İndi o şeyə qoşa bilərsiniz, əlaqələndirə bilərsiniz telefon zaryatkaya. Yəni, işıq sönəndə müvəqqəti olaraq bundan işləməyə davam edir kompüter. Yəni, bu qruğu bunun üçündür. Transceiver. Transceiverin bir tərəfinə konnektor qoşulur. Konnektor bildirinizsə o bayaq dediyimiz burulmuş sütun başlığı. Birləşdirici. Bir tərəfinə bu qoşulur. Digər tərəfinə yoğun koaksial kabel qoşulur. Onda bu bir növ bilirsiniz nə rolunu oynayır? Nətər deyim sizə? Bir növ bir çevirici rolunu oynayır. Fikir verdiniz. Transceiver bunun üçündür. İşsiz stansiyaları yoğun koaksial kabelini qoşur. Konnektoru dedik, başlıqdır. Terminator. Terminator yoldaşlar. Terminatorun bir tərəfi demək olar ki, yoxdur. Bağlayıcıdır yəni. Bir tərəfə açıqdır. Fikir versiniz bir dairəvi hissəsi var burada, dəmir olan. Elə bir ki, o burulur, bağlanır və yekunlaşır. Aydın oldu. Onda terminatoru biz belə deyə bilərik ki,
Asıq kabellərdə asıq qalan yerlərin bağlanması üçün. Aydın oldu. O enerji uducusu deyirlər də buna bir növ. Bağlayır və onunla da yekunlaşır. Terminator asıq qalan yerlərin bağlanması üçündür. Amma transfer işsiz stansiyaları yoğun koaksal kabelə qoşur. Çünki işsiz stansiya kompüterdir. Modem. Modem yoldaşlar, məlum məsələdir. Modem modulyator, demodulyator. Yəni analoqdan rəqəmsaldan analoqa çevirən bir qurğudur, çevirici qurğu sayılır. Modem telefon xətti ilə işləyir də demək olar ki. Bəlkə də bilərsiniz. Modem telefon xətti ilə işləyən bir qurğudur. Yadda saxlayın. Amma modem yoldaşlar, bir də sağda router var, görürsünüz, marşrutlayıcı. Məsələn, bizim bu dəqiqə hal-hazırda evdə çəkilən Wi-Fi-lər routerla çəkilir. Çünki o şeylə qoşulur da, belə deyək. Bayaq dediyimiz kabel vardı. Fiber optik kabellərlə çəkirlər bunu və router gətirib qoşulurlar artıq. Modem deyil də, modem əvvəllər var idi. Artıq routerla qoşulma formatı var. Yaxşı, routerla modemin fərqi nədir? Düz fərq təbii ki, bəlkə də çoxdur. İndi mən bir neçə əsas görə biləcəyim fərqləri deyim sizə. Fərq odur ki, yoldaşlar, router modemdən daha sürətli ötürür. Çünki tərkibində gücləndiricisi var, belə deyək. Bəli. Sonra eyni zamanda routerun qiymətinə görə də modemdən fərqlənir. Yəni bahadır müəyyən qədər. Bir də router modem telefon xətti ilə işləyir. Amma router telefon xətti olmayan yerdə də işləyir. Bildiniz? O şəhər telefonu deyir ya. Və router o olmayan yerdə də işləyə bilir. Amma modem elə deyil də. Modem telefon xətti ilə işləyirdi. Çünki o xəttə qoşulurdu əsas. Sonra təkrarlayıcı repeater. Repeater nə üçündür? Elə adı üzərində təkrarlayıcı deyirik. Yəni gələn siqnalı gücləndirərək şəbəkəyə ötürür. Gəldim burada xab. Bir də burada çevirici var, switch. Yoldaşlar, bunları niyə ikisini bir olaraq əlaqələndirir demək istəyirəm. Çünki bunlar demək olar ki, eyni prinsipdə işləyən qurğulardır. Sadəcə bunların müəyyən qədər bir fərqləri var. Onu demək istəyirəm mən sizə. Belə izah edeyim də bunu sizə. Xabada kompüter qoşulur. Yəni buna həm də qovşaq deyirik. Çeviriciyə də, yəni switchə də kompüterlər qoşulur. Bunların fərqi ondan ibarətdir ki, məsələn, mən tutaq ki, məlumatı ötürəndə, bana qoşulmuşam. Xabda belədir ki, xab biraz ağılsız qurğu sayılır da. Mən məlumatı ötürəndə, tutaq ki, kimlərəsə, onu digərləri də görür. Onu digər yoldaşlar da görür. Aydın oldu. Amma çevirici elə deyil. Çevirici ilə qoşulanda məlumat yalnız tələb olunan yerə ötürülür. Yəni çevirici elə bilir də konkret kimi ötürəcək. Aydın oldu. Amma Müəllim, son dediyinizi bir dənə təkrarlaya bilərsiniz, zəhmət olmasa. Məndə ekran qaraldı, ona görə qulaq asa bilmədim. bax, xabda belədir ki, mən məlumatı tutaq ki, sənə ötürürəm. Bunu məsəl üçün tutaq ki, da deyir, atıram da indi. Hər hansısa digər tələbələr də görürlər. Aydın oldu. Amma çeviricidə elə deyil. Mən məlumatı yalnız sənə ötürə bilirəm və onu digərləri görə bilmir. Çevirici xabdan ağıllıdır. Yəni çeviricidə mən bilirəm də məlumatı kimə ötürürəm. Amma xabda elə deyil. Xabda kimə gəldi məlumat ötürə bilirsən. Bir də yoldaşlar, belə bir şey var ki, xabda var ha, toqquşma da ola bilər. Niyə? Çünki eyni vaxtda məlumatı ötürürsən. Sən bilmirsən axı kimi ötürürsən. Xabın bir dənə mənfi cəhəti budur bax. Bax yoldaşlar, xabın mənfi cəhəti budur ki, sən ötürürsən məlumatı, amma bilmirsən kimi ötürürsən. Getdi də yəni paptu. İndi məlumatı ötürəndə burada, məlumatı ötürəndə sən də ötürürsən, mən də ötürürəm. Onda yolda bilirsiniz nə baş verir? Yolda toqquşma. Buna deyirik şəbəkədə baş verən kolliziya. Kolliziya şəbəkədə baş verən hadisədir. Aydın oldu. Və belə olan halda məlumat ötürülmür. Dayandırılır hər iki tərəfdə. Heç bir tərəfə məlumat ötürülə bilmir. Yaxşı. Nə qaldı burada?
Şünüzü ən yaxşı belə izah edə bilərik yoldaşlar. Daha elə bil ki, çeviricdə bir sizdə qoşulma yerləri çoxdur, qabdadır. Məsələn, mən bir dənə sinif otağındayım, düzdürmü? Düzdür. Buna 10 nəfər qoşulub bu çeviriciyə. 10 nəfər. Aydın oldu. Eyni otaqda bir də 5 nəfər qoşulan var. Amma bu başqa bir switchə qoşulub. Hərəsi ayrı-ayrı şeyə qoşulub, qurğulara, switchlərə qoşulub. Aydın oldu. Bax, eyni otaqda 10 nəfər bir şəbəkəyə qoşulub, 5 nəfər də bir şəbəkəyə qoşulub. Şülüz o müxtəlif şəbəkələri birləşdirən bir qurğudur. İndi məsələn, mən istəyirəm ki, bu hamısını bir yerə birləşdirim. Aydın oldu. Bax, şülüz bunun üçündür. Bildiniz? Yəni, amma eyni otaqdan söhbət gedir, ha. Yəni, eyni bir yerdə. Şülüz müxtəlif şəbəkələri, müxtəlif 2 dənə şəbəkəni, məsəl üçün, birləşdirən bir qurğudur. Bir də yoldaşlar, körpü də var. İndi körpü ilə şülüzün fərqi nədir? Körpü də əlaqələndiricidir, birləşdiricidir. Körpü isə ayrı-ayrı yerlərdə olan şəbəkələri əlaqələndirir. Aydın oldu. Məsələn, tutaq ki, 8 nəfər bir otaqda qoşulub, 5 nəfər də digər bir sinif otağına qoşulub. Aydın oldu, çevirəcək. Körpü koridorda olan bir roldur. Körpü elə bir ki, koridordadır. 2 dənə müxtəlif otağı birləşdirir, əlaqələndirir. Aydın oldu. Bunu yadda saxlayaq. Körpü yoldaşlar. Körpü ilə yol körpüsü kimi nəzərə ala bilərsiniz. Körpünün onsuz da bir sol tərəfi var, sağ sol tərəfləri. Düzdür. Yəni iki dənə tərəfdir də. Sən sağdan çıxırsan, solda düşürsən. 2 dənə tərəfi əlaqələndirirsən də və ya solda gəlib sağda düşürsən. Elə bildiyimiz körpü kimi yadda saxlayın. Host bilirsiniz nədir? Şəbəkəyə qoşulan istənilən bir qurğu host adlanır. Şəbəkəyə qoşulan istənilən bir qurğu nə ola bilər? Kompüter, telefon, planşet və s. Bunların hamısı host adlanır. Yaxşı, bunları dedik. Hamısı qeyd olunub burada. Bir dənə yoldaşlar, nə qaldı burada? Gəldik 12.3-ə topologiyalar. Amma hələ ki topologiyalara keçmirik. Keçək testə görə biz bu qədər şey danışdıq. Bunlarla bağlı nə var? Nəyi dedik? Nəyə baxdıq? Deməli, hələ ki topologiyalar demədik. Daha 19. Şəbəkə konsentratoru. Qabın təyinatı nədir? Qab dedik, kompüterə qurğular qoşulur və ötürür. Düzdürmü? O qurğuların qoşulması nə deməkdir? Şəbəkə düyünlərini birləşdirir. Yox, variant deyil. Şəbəkə düyünləri. Şəbəkə segment, yəni başqa bir anlayışdır. Segment sadəcə o məsafə anlayışıdır. Məsafəni birləşdirmir axı. Şəbəkə düyünlərini, əsas yəni komitələri birləşdirir bu. On dörd. UTP-də neçə cüt naqil var? Cüt deyir, ha. Eynidə müəllim 2-4. Bəli. O sel səviyyələrin falan elə demədik. Amma bəzilərini demişik. 34-cü sual. Otuz dörddə nə olacaq yoldaşlar? D variantı. D. Elə hamısı var idi da. 1, 2, 3. Bəli. Sonra 35. Diqqətlə qulaq asın. 35-in cavabını yazın görə nə yazırsınız? Maraqlıdır.
Cəld və A sürətli. variantı da müəllim, kontrollerlə digitizeri atsaq A variantıdır cavab. LPT getdi, digitizer getdi, 1, kontroller 4, getdi, bəli. 1, 4, 5, 6. 5, düzdür. Controller versus digitizer versus LPT portdur ümumiyyətlə, əlaqəsi yoxdur heç. Onlar əvvəlki mövzularda demişdik, yadınızdadırsa. Bəli, müəllim. Sonra 36. Buna cavabını yazın. Optik lifli kabellərin növləri. Bir modallı, çox modallı B variantı. Ayravan yerdən demədə yazın onlar üçün. Yazsaz daha yaxşı olar. 2 və ya 3. Telefonda müəllim ona görə yaza bilmirəm, kompüterdə olanda yaza bilirdim. Yaxşı, onda gözü axırda denən, yaxşı. 1 ilə 4 isə burulmuş süddur. Burulmuş süd. Həmişə kimi eyni adamlar qoşulub dərsə. Niyə o digər vətəndaşlar qoşulmurlar görürsən? Müəllim 30-da C-dir. 30 nədir ki? Nə bilim. Düyün Hə, nöqtə. düzdür. Yes. Bəli, müəllim, Z. Qovşaq onsa budur da bir dənə. Qovşaq bir dənə budur. Qabd. Yaxşı, və 29-da nə olar sizcə? Hə, yollaşır. Siqnalların vəzi səviyyəsini bərpa edən və onların siqnalı paylamaqla deyir əslində siqnalı paylamaqla oradan tutmaq olar mı? Bəli. Təkrarlayıcıdır. Bilirsiniz niyə? Çünki onu bir segmentdən digər segmentə ötürmək üçün paylayır da elə bildiniz, gücləndirir. Ki, digərlərinə də getsin. Növbəti. Dördüncü sualda doğru olmayan. Rotor dinamik statik olur, düzdür. O da orada yazılmışdı yoldaşlar. Var kitabda. Terminator asılı qalan yerlərin bağlanması düzdür. Modem verilənləri telefon xətti düzdür. Qabdan fərqli olaraq switch yalnız tələb olunan yerə düzdür. Y variantı niyə səhvdir? Plotter reklamları sap eləyən qrupudur. Şəbəkə avadanlığı deyil. Və ya mouse'un özü şəbəkə avadanlığı deyil. Bildiniz. Sonra yenə var elə burada. Kabel tipləri hansılardır? 52-ci sual. Aktiv olunca oraya, ay millət. Aktiv olunca oraya cəld. Aktiv, cəld və sürətli. Müəllim, Yatmayaq koaksial orada. var. Bayaq dediniz də koaksial, optik lif, bir də burulmuş süd. 1, 2, 4. Yatmayaq orada, aktiv olun. Yatanlar görürəm mən orada. Sonra Qocara nə qaldı bizdə? Topologiyaları falan deməmişlər. İndi onlar da deyəcək. Onlarla bağlı daha 5-dən çox sual. sonrası topologiya deyir müəllim çoxsu. Hə, çox elədim. Koaksial kabelin əsas üstünlüyü nədir? 67-ci sual. Bayaq dedim balam. 67-ni bayaq mən dedim yoldaşlar. Göstərdim hətta orada. Bəli, müəllim, dediniz. Bəli, C variantı. Təkrarlayıcıdan istifadə etmədən uzaq məsafəyə ötürmə qabiliyyəti.
Bir de yoldaşlar burada məsələ tiplər də var. Yəni 68-ci sual. Biz sizə ilə bağlı damcısı, ötürmə ilə bağlı. S bərabərdir VT-dir. V sürət tez zaman, S də həcm. Belə baxın, yaxşımı? V sürət kimi. Bu fizikada vardı. Burada həcm nə qədərdir? 3600 bayt. Asan sualdır, çətin deyil. T-ni istəyir bizdən. T-ni tapan nə edəcəm? 3600 baytı 57600 bitə böləcəm. İndi yoldaşlar bir məsələ varsa burada byte bit söhbət var. 3608-ə vurub buna böləcəm. Sıfırları atsaq 36-nı 8-ə vuranda 288. Bu da 576. O da eləyir 2-də 1. İxtisara gedir yəni. 0.5 saniyə. Doğru cavab variantı. Bildiniz. Haberim. Bildiniz yoldaşlar məsələni. Yəni məsələ tipləri də var. Bir neçə sual. Qabaqda görəcəyiz. Yaxşı. Bir dənə 63-ə də bax ha. Əsas aparat vasitələri hansı oldu? Əlavə yox ha, əsas. Götürək cavab nə yazdınız? E variantı. Düzdür. 1, 2, 3 və 5. Genişsiz stansiya, interfeys kartı, server, kabellər. Yaxşı, davam edək. Topologiya. Topologiya nədir? Kompüterlərin lokal şəbəkədə birləşmə sistemi topologiya adlanır. Yoldaşlar, topologiya da vacibdir. Deməli, 3 əsas topologiya var. Şin, ulduz və dairəvi. Yəni halqa topologiyası. Şin topologiyası ən sadə struktura malik olan topologiyadır ki, struktur sxemasında görə bilərsiniz. Şində necədir vəziyyət? Ortada bir əsas kabel gedir. Yəni bu. Və kompüterlərin hamısı buna qoşulur. Buradan gözünü yoldaşlar, yenə zaret qıptırmağın vaxtı gəldi. Şində hamısı bir əsas kabelə qoşulur. Yəni, kompüterlər hamısı bu əsas kabeldən asılıdır. Əgər əsas kabeldə problem olsa, şəbəkənin işi pozulacaq. Aydın oldu. Bir də burada məlumatı ötürəndə yenə məlumatı bütün kompüterlər görür. Yəni, bir kompüterə məlumat ötürəndə. Və bir də bir şey var ki, hər hansısa kompüterin şəbəkə adapteri sıradan çıxsa, yəni bir kompüterə problem olsa, onun digərlərinə təsiri yoxdur. Yəni, normal digərləri işləyəcək. Yaxşı. Gəldim növbətin. Ulduzvari topologiya. Yəni bunu üstünlük demək olar, şin topologiyasının üstünlüyü demək olar. Hardasa. Ulduzvarida mərkəzi qovşaq üzərinə qurulur. Yəni mərkəzi qovşaq budur. Yəni ulduzvarida kompüterlər nədənsə asılıdır. Aydın oldu. Nədənsə asılıdır. O asılı olan qurğu xabda ola bilər, switchdə ola bilər və ya xüsusi server kompüterdə ola bilər. Yəni kompüterdə ola bilər ha, mərkəzdə. Amma qurğu da ola bilər. Əgər mərkəzdə
mərkəzdə kommüter dayanarsa, bu aktiv ulduz topologiyasıdır. Yox, əgər pasiv ulduz topologiyasıdırsa, bu deməli mərkəzdə xab dayanır. Hər hansısa qurğu. Çünki qurğunun bir rolu yoxdur, yoldaşlar. Sadəcə ötürür. Amma kommüter olanda bir aktivlik yarada bilir də, nəyəsə özünü idarə edə bilirsən. Bildiniz? Yəni, bu kommüterlər mərkəzi qovşaqdan asılıdır. Əgər mərkəzi qovşaqda bir problem olarsa, onda şəbəkənin işi pozulacaq. Və yenə hər hansısa kommüterin digər kommüterlə əlaqəsi yoxdur. Yəni, birində problem olarsa, digərlərinə təsiri yoxdur. Və gəldim halqa topologiyası. Halqada kommüterlər bir-birindən asılıdır. Burada mərkəzi idarəçi yoxdur. Kommüterlər hamısı bir-birindən asılıdır. Dəqiqə. Kommüter yaman donur son vaxtlar. Ne düşür aşağı? Kommüterlər yoldaşlar bir-birindən asılıdır. Əgər birində problem olarsa, digərlərinə də təsir eləyəcək. Yəni, əgər birində problem olarsa, şəbəkənin işi pozulacaq hətta. Aydın oldu. Yadda saxlayın. Birində problem olarsa, şəbəkənin işi pozulur. İndi halqavarın üstün və mənfi cəhətləri var ki, üstünlüyü odur ki, hər bir kommüter yalnız qonşu kommüterlə birbaşa bağlı olur. Həm hər bir kommüterin məlumat göndərə bilməsi üçün vaxt verilir. Artıq yükləmələrə ən dayanıqlı topologiyadır. Mənfi tərəfi odur ki, birinin şəbəkə adapteri sıradan çıxsa şəbəkə pozulur və şəbəkə adapteri daima işsiz qalmalıdır. İşsiz vəziyyətdə qalmalıdır. Bilirsiniz ya? Çünki birindən digərinə məlumat ötürülür. Ona görə şəbəkə adapteri daima işsiz vəziyyətdə qalmalıdır. Və bu üç əsas topologiyadan başqa, üç əsas baza topologiyasından başqa ağacvari topologiyada var. Ağacvari topologiyada yoldaşlar, burada qeyd olunub. Aktiv ağac topologiyası və ya pasiv ağac. Pasiv bildinizdə niyə? Burada əsas qurğu dayanır, ona görə, qurğuya görə idarə olunur. Aktiv odur ki, kommüterlə idarə olunur. Bildiniz. Bir də kombinə edilmiş topologiya var. Kombinə edilmiş nə demək yoldaşlar? Yəni qarışıq, hibrid də. O da necə ola bilər? Ulduz dairə və ya ulduz şin. Şəkillər də verilib burada. Birincisi ulduz dairədir. İkinci şəkil, sağdakı şəkil ulduz şin topologiyasıdır. Aydın oldu. Bunlar kombinə edilmiş sayılır. Yaxşı, demək olar ki, az qaldı. Bunları deyib yekunlaşdıracaq. İndi burada əsas yerlər deyəcəm. Şəbəkə texnologiyaları, bir də klient server texnologiyası. Şəbəkə texnologiyaları ümumiyyətlə iki hissəyə bölünür deyək. Lokal şəbəkə texnologiyaları var. Lokal. Bunlara hansılar aid? Ethernet, Fast Ethernet, Token Ring, FTDI, ArcNet, 100 və Genlock. Bir də yoldaşlar, qlobal şəbəkə texnologiyaları var. Biri var lokal, bir də var qlobal. Bir də bu lokalla bağlı məlumatlar da var. Onu mən burada sizə bir cədvəl var ki, mən məsləhət görürəm ki, əsas hansısa ki, o cədvəli bilsəz, bizə kifayət eləyər, bəs eləyər. Qlobal şəbəkə texnologiyaları da bunlardır. X.25, Frame Relay, bir də ATM. Bunlar qlobal şəbəkə texnologiyalarıdır. Yoldaşlar, lokal şəbəkə texnologiyalarına bağlı bu cədvəli öyrənməlisiniz. Mütləq vacibdir. İndi bu əzbərsiz biraz, yəni bununla bağlı veriləsi izahat bir şey yoxdur. Ethernetdə standart budur. Hamısını öyrənməlisiniz. Topologiyası şimdi qoşulduğu kabel koaksialdır, sürət 10 megabit. Aydın oldu. Yəni bu Ethernetə aid olan məlumat, belə deyək. Sonra Fast Ethernetə. Burada standartı qeyd olunmayıb, amma ulduz və ya şimdi burulmuş süt və ya optik liflidir, sürət 100 megabitə qədər gedə bilər. Token Ring'də halqadır. Yenə kabellər və s. verilib. Burada bir şey deyim sizə. Topologiyalarda çox vacibdir. Əsas bunlarda öyrənməlisiniz. Ethernetlərdə şin var. Ring nə deməkdir? Halqa. Sonra D-lar var. Dairəvi halqa. Elə yadda saxlaya bilərsiniz. İkisi şindir. İkisi halqadır. Bu ikisi də ulduzdur. Görürsünüz. Enelan, ArcNet. Ulduz.
Yəni topologiyalar elə bil ki, 2-2 bölünür də belə deyək, təsvir olunur. Elə də saxlaya bilərsiniz. Bəli, sonunda bir çox məlumatlı var. Bu əzbərsizlik hissələrə əsaslandı. Sonra yoldaşlar, burada yenə klient server anlayışları var. Klient nədir? Resurslardan istifadə edən tərəf. Server isə resursları təmin edən tərəf. Yadınızdadsa, bunlar əvvəlki verilənlər bazası mövzusuna da demişdik. Yaxşı, və resurs nədir? Resurs bilirsiniz nədir? İstifadə etdiklərimiz. Məsələn, disk, printer, modem, skaner və s. Proqram, fayl, baza, kompüterin özü. Resurs yəni şeydir, elə bir ki, istifadə edə biləcəyin anlayışlardır. Qurğular, nə bilim, proqramlar və s. Amma bircə istifadə edə biləcəyində yoldaşlar. Resurs bircə, şəbəkədə bircə istifadə imkanı olan anlayış resurs adlanır. Bir dənə nə qaldı burada? Biraz əlaqəsiz, yəni daha çox lazımsız məlumatlar da var. Gəldi yoldaşlar, burada qaldı 12.5 sonuncu başlıq. OCI modelinin səviyyələri. Açıq sistemlərin qarşılıqlı əlaqə modeli. OCI modeli. Bilməm, bunu bilirsiniz ya yox. Yəni, elə belə də deyilir, tərifdə də belə var. Müxtəlif açıq sistemlərdə fəaliyyət göstərən uzaqlaşdırılmış obyektlərin, yəni tətbiqi proseslərin qarşılıqlı əlaqəsini var. Mən bunu sizə belə izah edeyim də, ən optimal versiya olaraq. OCI modeli nə üçündür? Bu, kompüterləri bir-birindən əlaqələndirirsə, düzdürmü? Əlaqələndirdiniz. Kompüterləri bir-birinə əlaqələndirəndən sonra birindən digərinə məlumat ötürürsünüz, düzdürmü yoldaşlar? O məlumatı ötürəndə bu 7 səviyyə üzrə ötürülür. Aydın oldu. OCI-in burada səviyyələri var. Qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür. Yəni, məlumatı bir yerdən digər yerə ötürəndə o müəyyən səviyyələrə bölünüb ötürülür çünki. Aydın oldu. Və bu səviyyələrin 7 dənə formatı var, növü var. Fiziki, kanal, şəbəkə, nəqliyyat, seans, nümayiş tətbiqi. İndi ən aşağı səviyyə fizikidir. Səviyyələrlə sırayla gedir, səviyyələrə görə. Ən aşağı səviyyə. Ən yuxarı səviyyə tətbiqidir. Ən yuxarı səviyyə tətbiqidir. Yəni, bu dəqiqə buradan aşağıdan yuxarıya doğru sıralanıb. Artma ardıcıllığındadır. Bu dəqiqə hal-hazırki yazılış artma ardıcıllığındadır. İndi yoldaşlar, bunu öyrənməliyik. Deməli, burada bir necə öyrənə bilərik, bunu yadda saxlamalıyıq ardıcıllığını. Asan yol olaraq bunların başlıq hərflərini yadda saxlayacaqsınız. Müəllim, imtahanda da bir yadda saxlamışdım. F, K, Ş, N, Bir də T. S, N, T. İndi proza 2-dən nə olduğuna görə bu nəqliyyatın indeksinə bir ə yazıram. Yəni, bilək ki, bu nəqliyyatdır. İndi bu ifadəni öyrənəcəksiniz elə bil ki, funksiyasında. Aydın oldu. Funksiyasında. Maraqlı bir ifadə alınır. Funksiyasında. Söhbə belə. Fiziki kanal, şəbəkə, nəqliyyat, seans, nümayiş tətbiqi. Aydın oldu. Bütün günün funksiyasında eləsəz öyrənəcəksiniz. Yadda saxlayın. Deməli belə. Qabağımıza kim çıxdı funksiyasında deyim. Aha. İndi onunla bağlı sualı var ha yoldaşlar. İndi bununla bağlı sual. Deməli elə o səviyyələrə görə burada bir sual var. Baxın. Var müəllim, deyir ki, ən aşağı səviyyəli hansıdır? Ya, ən yuxarıda ya da ən aşağıdır. Ən yuxarı tətbiqi idi, əvvəldə idi o sual. Bəli. Yazmışam. 86-cı suala baxın. Bizə deyir ki, OCI modelinin səviyyələrini aşağıdan yuxarıya ardıcıl sıralayın. İndi ardıcılığı bir dənə yadda saxlayaq. FKŞ, nascent. İndi fizika hansıdır? 3, kanal 2, Ş 5, nəqliyyat 1, seans 4, nümayiş 7, tətbiq 6. Bunu yazacaqsınız. Açıq suala düşə bilər ha. Ona görə öyrənməliyik. Elə funksiyasının ifadəsini yadda saxlasınız, həll olunacaq. Funksiyasının.
Maraqlı ifadədir. Xoşunuza gəldi. Bir də yoldaşlar, bunlarla bağlı məlumatlar da düşə bilər. Çünki keçən qəbulda var idi. Fiziki də məlumat bitlərlə ötürülür. Kanalda kadr sözü var. Şəbəkədə paket, marşrut sözü var. Yəni yadda saxlamağa görə dedik də. İndi oturub cümlələri əzbərləməyin. Nəqliyyatda ötürülmə var. Nəqliyyat nə deməkdir ötürmək? Gedir də yəni. Seans nə ola bilər? Diyaloq. Məsələn, psixoloq seansı olaraq. Diyaloq yaradırsan da. Nümayişdə sintaksis sözü var. Tətbiqdə isə semantika və yaxud da səhvlər aşkar olunması. Belə bir şeylər. Ya bunları yadda saxlayın. Aydın oldu. Deməli, tətbiqdə semantika, nümayişdə sintaksis, seansda diyaloq, nəqliyyatda ötürmə, şəbəkədə paket, kanalda kadr, fizikidə bit. Bununla bağlı bir sual burada olmalıydı. Bəyək qabağıma çıxdı mən. Qocuğum haradaydı? Burada var bax. 40-cı sual. Yeni qulaq asın. Kanalda nə söz dedik? Kadr. Hardadır? Bir oldu de. Nümayişdə sintaksis. Hardadır? 2 oldu ye. Şəbəkədə paket. 3 oldu be. Gördünüz. İndi bitlərlə ötürülmə hardadır? Deməli, A bəndə olacaq fiziki. Düzdür, burada yox, amma elə belə deyirəm, deyəm. Ötürülmə hardaydı? Nəqliyyatda. Bildiniz yoldaşlar. Ya bu yollarını yadda saxlaya bilərsiniz. Bu dərs bu qədər. Demək olar ki. Bölmə 13-cü gələn dəfə deyəcəyim inşallah. İndi o şeydən sualları yazın baxaq. Hansı ki kompüter qrafikası düzdürmü? Yazın baxaq o sualları. Asan suallardır məncə bunlar. Məndə bu mövzu rahat idi məncə bu kompüter qrafikası 100 dənə sual. Məsələlərə Çox görə öyrənmişsiniz. qəşəngdir, ay müəllim, sadədir belə, heç öyrənmədik şey yoxdur. Məsələləri bilsəz qalmar rahat. Yazın görə buradan suallara baxaq. Kompüter qrafikası. Yazın yoldaşlar, yazın. Yəni məsələlərə baxsaq olar zəhmət olmasa. Onsuz da bilirəm, məsələlərdə problem var. İndi o suallar yazılsın ora qədər. Məsələlərdən keçən əvvəl izah vermişəm, yenə bir neçə nümunə deyərəm. Mən yeni qoşulam, ona görə sizin dərsiniz. Aha, bildim. Deməli, 8 rəng modelləri. Rəng modelləri hansılardır yoldaşlar? HSP-də var. RGB bir də CMYK. 2, 4, 5. Bu şeyi bildirir də. O bilsiz nədir? Elə bil ki, parlaqlığı, nə bilim, nətər deyimsə, effekti, bunu bildirir bu rəng modeli. RGB ilə CMYK-dan fərqli olaraq. 27. Görə nəsə oldu.
Ha, babam kesin ama demiştim size dersiniz hakkında. Dedim ki hansı grafik Vektor. ilə də obyekt yönlü vektordur, bəli. Yadda sal. Düzü PDF-də yoxdur, amma dedim ki qeyd edəriz. Sonra 45. Skanələşdirilmiş şəkil. Yoldaşlar, yadınızdadırsa, bu sual həm burada var, həm də bir sizlərdadır. Hardware mövzuları fəsil 2. Orada da eyni şeydir. Skanələşdirilmiş Swift. Bir də yadda salın PCX də var. PCX nöqtə. Növbəti 68. Bu harda yerləşir? Dayan görün bu yoldaşlar, bu əslində şey yerləşir image-də. Qoy görüm bizdə deməli bir dənə kocamı göstərə biləcəm sizə. Bir dəqiqə rotate. De burada da rotate. Yo, burada. Bunu dəyişiblər amma. De bu şəkildə bu. Bu bilsiz niyə belədir? Çünki Windows 11-ə yeniləmiş əməliyyat sistemini. Yəni şəkil elə bir ki belə olmalıdır artıq. O əvvəlki versiya Windows 10-dur deyə. Ona görə elə görsənmir. Paint standart proqramdadır. Əgər əməliyyat sistemi yenilənirsə, Paint də yenilənir. Yadda saxlayın. Yenə də image qrupunda da eyni şeydir. Rotate. Image length qrupunda. Sadəcə şəkil dəyişib də, yəni o təbii ki bizdən asılı olan bir şey deyil. Yəni biz onsuz da nəzərə tutmamışıq elə bir şey olacaq üçün. Doq. Yaxşı, qaydaram əvvəllərə. Bu rəng kodları üçün kesin də asan yol demişdim, ay yoldaşlar sizə. Bir olacaq sarı rəng. 2 qırmızıdır. 3 də qaradır. Görürsünüz dərsinizdə ona baxmamışsınız. Sonra deyirsiniz ki, hə? Hansı asan yol idi onu deyərdiniz də zəhmət olmasa. Birinci bunu bilmək lazımdır elə RGB-yə görə. Qırmızı rəngin kodu nə olurdu? Bax, onu buradan da görmək olur. Qırmızı rəngin kodu düzdür, burada tam ne qırmızının sesimi olmur burada görəsən tam olaraq. Qırmızı rəng 255-dir, digərləri 0-dır. Bu təmiz qırmızıdır. Təmiz. Amma məsəl üçün mavi rəng olsa və ya yaşıl olsa, yaşılda 255. Görün burada avtomatik gəlməlidir aslında. Sırf yaşılın özü yoxdur. Eyb yox. Sırf yaşılın özü olanda yaşıl 255 olur. Digərləri 0 olur. O bildiniz niyə də olur? Çünki istənilən rəng 0-dan, hər sürə 0-dır, görürsünüz. Red də, green də, buludur. İstənilən rəng 0-dan 255-ə qədər dəyişir. Aydın oldu. İstənilən rəng 0-255 arasında dəyişir. Ona görədir. İndi qırmızının soruşsa 255-dən 16 sayı sistemdə FF deməkdir. FF 0000. Yaşılı soruşanda onda F-ara gələcək ortaya. 255 deməkdir bu. Mavinin soruşsa sıfırlar FF axıra gedir. Birinci bunu bilməlisiniz, o digərlərini bilmək üçün. Mənim ən asan ağla qara deyə yadda qalan var. Bunlar da yadda qalır. Örgənmək lazımdır sadəcə. Ay yoldaşlar, arzulı. Bu çətin bir şey deyil. Qırmızı rəngin kodunu bilsəz, o birisləri də biləcəksiniz. Deməli, qırmızı F-dirsə, digərləri 0-dırsa, yaşıl F olur, digərləri 0 olur da. Bunu yadda sallamaq nə böyük şeydir ki? Hansı rəngi soruşursa, həmin rəng F olur da, digərləri 0-dır. Ardıcıl gedir də, R, G, B. Burada çətin bir şey yoxdur axı. İndi o SMY-də isə
Sevmiyədə isə. Gəlin bu mən sizə belə izah edeyim. Yoxsa o toplama sıxılmanı deməyəcəm. Gəlin belə yadda sallayın bə. RGB-də bizdən hansı rəngi soruşursa, həmin rəng FF-dir. Qalanları 0. Hansı rəngi soruşursa, fərqi yoxdur. Düzdür. SMY-də isə bunun tərsi olur. Hansı rəngi soruşursa, həmin rəng 0-dır, qalanları FF-dir. Bildiniz? İndi məsələn, Magenta-da 0 olur, qalanları FF. Qalanları dediyim nəyi deyirəm? Yəni, siyanı soruşursa, deməli, Magenta-nın yellow FF-dir, o mənada. Burada FF, axırda sıfırlar. Bunun ən ideal və asan yolu budur. RGB-dən fərqli olaraq hansı rəngi soruşursa, həmin rəngi 0, qalanları F. RGB-də isə hansı rəngi soruşursa FF olur, qalanları 0. Bir dənə bu yolu yadda salınırsınız, hazırdır kodlar. Saatda indi. Bəli, mən çox sağ olun. Ctrl A. Emily, də düzdür mü? Bəli, mən. Sıfırdan başlamışsınız hazır, yoxsa əvvəlki qruplarda yazır? Mən sizin əvvəlcə olmuşam dərslərinizdə, sonra əyani getdim, indi yenə qoşulmuşam. Ha, bildim. Yaxşı. 9-dan sonra 16. Hansı qrafikada tələb olunan yaddaş xəttin ölçüsünün asılıdır? Rasterdə. Yoldaşlar, burada xətti görə vektor yazmayın, ha. O sayıya görə nəzərə alır, yəni piksellərə görə. Aydın oldu. Vektorda asılı deyil, xəttin ölçüsündən. Və 36. Printerin aid etməsi LP aid. Skyner'də DP aid. Skyner'də. Hətta LPI şeyləri vardı, Digitizer. Aydın oldu. Məsələlərə baxacaq, ha yoldaşlar, tələsməyin. Məsələlərin hamısına yox, yəni kesin əvvəl üçün bir neçə tip deyəcəm. Onsa eyni şeydə, kesin əvvəl ekvatora izah eləmişim. 73. Məsələ elə bir şeydir ki, riyazi bazarlıqdan asılıdır. Əgər məsələdə bu gün problem yaşayırsınızsa, hamısının səbəbi riyazi anlayışlardır bu. 100 yox ha, milyon faiz əmini ilə bunu sizə təcrübə olaraq deyirəm ki, yəni konkret budur. 73. Ha, bax 73 yoldaşlar, dediyim gibi, qırmızı rəng. İndi D variant. Müəllim, bir şey soruşa bilərəm. Bəli. Reddə F-lər qabaqda olur, green-də, yəni yaşılda ortada, blue-da da axırda, düzdür? Adı sıralamasına görədir də. Sırada durduğu yerə görədir. Bax, birinci reddirsə, qırmızı F olur. Qalanları Yox, onu bilirəm, bəs sarı nə əlaqə? Mən sarını oradan tapa bilmirdim məsələn. Yox, səyə görə deyir. Sarını sən SMK-yə görə bax. Düzdür, burada RGB yazın. SMK üzərindən bax sarıya. Aydın oldu. Məsələn, 70-ci sualda sarı rəngin kodunu istəyir bizdən. A variant. SMK üzərindən bax. Da düzdür, RGB yazıb, amma sən SMK üzərindən bax. Elə, eyni şeydir olsun. Ha, çatdı. Başa düşdüm mən. Elə baxsan daha yaxşı olacaq. Möhtəşəm olacaq elə baxsan. Yaxşı, gəldi 78. İndi buradan sonra konsert başlayır. Niyə? Çünki məsələləri yazmamışsınız. 11-dir cavabda 78-dən bəli. 2048 küsü 11-dir də. İndi deyirəm, tələsmə. Tələsmə özüm deyəcəm burada. Başlayalım. Deməli yoldaşlar, 2048 müxtəlif rəng fərqləndirə bilməsi üçün bizə deyir ki, ən azı neçə bit lazımdır. Bax, 2048 müxtəlif rəngin hər biri 11 bit, yəni üstü qüvvətə əsasən baxacaqsınız. Ümumiyyətlə, rənglərin sayı böyük yeniydi, demişdim ki, sənələr sizə. Kiçik yeni isə bir rəngin və ya bir piksel nəzmiydi. Cavab 11 bit olur onca. Aydın oldu.
Bit olanda 2-nin qüvvətinə qaldırırsan. Amma rəngi verəndə 2-nin qüvvətini götürürsən. Aydın oldu, 2-nin qüvvətini götürürsən. Yox, belə deyim də, rəngin sayını soruşanda 2-nin qüvvətinə qaldırırsan. Ədəd nəticəsi olacaq. Biti soruşanda 2-nin qüvvətindəki rəqəmi götürürsən. Əlifba məsələləri kimi də yollasır. Təbii ki, məsələlər yaddan çıxdığınıza görə əvvəlki mövzulardan. Yox, mən düşünməzdim əvvəlki mövzuna əlaqəlidir. Əvvəlki mövzuna əlaqəli deyil. Sadəcə. İndi nəyə baxaq, yaxşı, nə eləyək? 84. Görə nədir o 84? Deməli, bizə deyir ki, düstur mən yazıram, belə bir düstur demişdik. A vur, B vur, N böyüyən bərabərdir 2 üstü 2-siyəm. A qara, deməli 2 dənə rəng var. Böyüyən rənglərin sayıdır. 2-siyən oldu 1 bit. Çünki 2 üstü 1 bit eləyir, 2 eləyir də yollaşır. N oldu 1 bit. Yazdım üzərinə. Yəni bu N də eyni şeydir. 32 byte təsvirin həcmidir. B byte deməkdir. B byte deməkdir ha. Bit həmişə B it kimi yazılır. Təsvirin tərəfinin uzunluğu neçə nöqtə? Nöqtə yəni piksel. Mən AB-ni tapacağam indi buradan. AB-ni tapanda 32 byte-ı 1 bitə böləcəm. Elə deyil. Elədir. Və yollaşır 32-ni 8-ə vuracam. Niyə? Çünki bu da bit olsun. Aşağıda bit olsun ki, bu bitlər ixtisara getsin. Onda bu elədi 32-ni 8-ə vurub. İndi bir də heçsə. Deməli, A-nı B-yə vuranda 256 elədi. Bu da mənə deyir ki, kvadrat təsvirdir. Kvadrat nə deməkdir? A kvadratı. Yəni hər tərəf eynidir. Onda indi nəyin kvadratı, yəni tərəf uzunluğu nə olar onda? Birisi hamısı eyni olur. 16. Çünki 16'ın 16 yadda bu. Aydın oldu. Cavab 256. 16 daha doğrusu C variantı. Kvadratı hər tərəf eyni olduğu üçün tərəf olur 16. Sonra 86. Görə nasıl oldu 86? Yenə eyni qayda ilə gedirik. Və bərabərdir ABN böyüyən bərabərdir 2 üstü 2-siyəm. Deməli 128-in 128-ə ölçüdür. 4 kilobayt yer tutur. Elədir. Bizə deyir palitrada neçə rəng var. Palitrada neçə rəng, yəni rənglərin sayı böyüyən istəyir. Çünki yadda saxlayın, rəngin sayı böyüyəndir. Həmişə. Həm də ki, olursa elə burada hiss olunur ki, böyüyən istəyir. Çünki yəni, kisiyəni zaten tapacaqsınız. Bir dənə o bilinmir də. Kisiyəni tapanda 4 kilobaytı böləcəm, 128'ləri belə yazıram. İndi bir şey var. Mən burada nəyə çevirəcəm? Bitə. Niyə? Çünki kisiyən bitlə ifadə olunur. Onun kesin əvə demişdim mən sizə. 213'ə vururam. Niyə vurdum? Çünki bit, byte, kilobayt. Ölçü vahidlərin çevrilməsinə əsasən. 2 üstü 3, 2 üstü 10. Elədi 2 üstü 13. 2 üstü 13'ə vurdum. Aşağıda 2 üstü 7, bir 2 üstü 7. Hətta 4'ün özünü 2 üstü 2 yazıram. Belə də 15, aşağıda da 14. Qaldı 1. Yəni 2. 2 nə oldu burada? Kisiyən. İndi bəndən rənglərin sayı, yəni böyüyən istəyir. Cavab 2 üstü 2. Yəni 4. Bəs yaxşı müəllim, cavab nə vaxt 2 olardı? Sual necə olsaydı cavab 2 olardı. Bir pikselin həcmini desəydi. Desəydi Başa bir düşdüm. pikselin həcmini. Sağ ol.
Bildiniz yoldaşlar. Aydın oldu. Yaxşı. 87 də var. Yenə eyni tip sualdı. Hətta burada əzmi soruşur. İndi V bərabərdir. ABM ÖYM bərabərdir 2 üstü 2-siyəm. 256-nı 200-ə vururam. 16 rəng. 16 rəng böyüyəndi. Onda 2-siyəm nə olacaq? Yəni 2 üstü neçə 16 eləyir? 4. 4 bit. Aydın oldu. İndi yoldaşlar burada 2-siyəni tapdım 4 bit. Əla. So bunu hesablayacağıq. 256-nı belə yazıram. 200'ü yazdım. 4'ü də 2 üstü 2 yazıram. Ya bu 4 biti. Bitlə. İndi bir şey var ki, bizə kilobaytla istəyir. Bitdən kilobaytı bayaq gördünüz yəqin ki. Bu dəfə 2 üstü 13'ə bölürəm. Niyə? Çünki 13'e ikisindən böyük bölürəm. gedirəm. 8-dən 2 10 elədi. Bundan getdi qaldı 2 üstü 3 8. 200 də 8-ə böləndə cavab 25. C variant. Bildiniz. Davam edək. Deməli 91. Aha. 89'a baxarıq da müəllimlər zəhmət olmasın. 89. Yenə eyni şey. Amma bu dəfə bir məqam var. 207 var 207. Yadda saxlayın, kitablara qeyd olunub. SMK dərənc sayı 232-dir. Onda kiçiyə nə olacaq? Elə 32-dir. Sabit. Üssü qüvvət. Üssü qüvvət götürəcəyik. SMK dərənc sayı 232-dir. Yadda saxlayın. Ya kitabda var da yollarsa. Bu bir qaydadır, bilmək lazım. En oldu 207 vursun 2 üstü 5. Bəli, indi 32-ni də 2 üstü 5 kimi yaza bilərsiniz o hesab. O da eləyəcək 2 üstü 19 falan. Yox. Kilobayta çevirsək cavab çıxar, bəli. Bu elədi 19, bundan getdi qaldı 64. Tamam şişir benim. Den gözümün əsas alımla benim zəbt olmuş. Oldu. Göməlim, çox sağ ol. Sadəcə burada CMK-da istirdi deyə mən ona görə yaza bilmədim. Hı -hı. Evet. Yəni SMK da RGB'dir, bunları nəzərə almaq lazım. 91. Bunlarda düstur fərqli idi. Şeydir orada, nədir? Və bərabərdir. Dən gözün yoldaşlar. Ha, davam elə yoldaşlar. Bax, bu zəncirdir. İndi burada əlavə olaraq T-yə vuracam, bir də kadr sayına. Kadr sayı. İndi qulaq asın. Ya bu video məsələsi sayılırdı elə bir üçün. 12 megabayt həcmdir. 8 kadr bud. 16 saniyə bud. 16 rəng saları. Yəni böyüyən 16-dır. Onda kiçiyən 4 bit. İndi kiçiyən 4 bitsə, kiçiyən 4 bitsə,
Bizdə deyir hansı rejimdə. Neysə piksellər soruşur da AB'ni. Qısacası. Yəni hər şey var da yoldaşlar. Bir dənə AB. Elə variantlarda da AB-lərdir onsuz. Variantlara bir dənə baxın. AB-lərdir də. AB-ləri soruşanda 12 megabaytı böləcəm 4 bit vur 16 vur 8. Yuxarıda megabayt, aşağıda bit söhbəti var. 12-ni vururam 223-ə. Çünki megabaytdan bitə çevirməm. Aşağıda 4'ü yazıram 2 üstü 2. 16'nı 2 üstü 4. 8'i 2 üstü 3. Yoldaşlar yuxarı da bit olur, aşağı da bit. Da bitləri bir də yazmadım da, bitlər ixtisarcadır. Bildiniz. Aşağıda bu neçə elədi? 2, 4, 3, 9. Qaldı 214. Bəli. Bəli. 12'ni yazıram 3, 0, 2 üstü 2 kimi. Oldu 3, 0, 2 üstü 14. 12'ni biz niyə belə yazdım? Çünki biz, yəni yazmasam görməyimiz biraz çətin məsələ olacaqdı. 12'ni yəni belə yazırıq. 3, 0, 2 üstü 2 kimi. 2 üstü 14, 12'yə vururum. 3, 0, 2 üstü 14. İndi belə oldu. A vur B bərabərdir 3, 0, 2 üstü 14. İndi elə bir variant tapmalısınız ki, Qüvvətlərini Elə bir- toplayanda 14 alınsın. elə bir variant tapmalısınız ki, A-nı B-yə vuranda 3, 0, 2 üstü 14 eləsin. Daha doğrusu 16'ya yoldaşlar, ha? Yoxsa? Ha, 16'ya, mən də 14 yazıram. də o 23-dən 9 çıxmırsınız müəllim. Ha. 16. Yo, orada 2 üstü 2 də var, 16 olur. Burada 2 üstü 14'ü də 12 nə yazdım? Saçım 2 üstü 12 yazmışam onu. Deyirsən, burada 16 olur. İndi elə bir variant tapın ki, ədədləri bir-birinə vuranda bu edəsin. Bu da Y variantının adı. 384'ü 3, 0, 2 üstü 7 yaza bilərik. 512'nin də 2 üstü 9. Söylüyor. Belə. Növbəti. Ancaq məsələ tiplərdir. Bax, sizin probleminiz oradadır. Məsələ yoldaşlar elə bir şeydir ki. 96 baxaq da müəllim zəhmət olmasa. Necə? 96-ya bir dənə baxaq da. Hələ tələsmədi. Ondan əvvəl verək bəs. Hə, görməmişəm müəllim. V bərabərdir. A, B, N 2 üstü N. Deməli 2 üstü 10, 2 üstü 10 16 ədəd RGB-də nə qədərdir? 224 sayda. Təbii ki, bunları bilmək lazımdır yoldaşlar. Bu elədir 24 bit. İndi 16 ədəd RGB nə deməkdir? Bu biridir də 24. 16 dənə deyirsə 16-ya vuracaqsın əlavə. Bu bir dənəsidir 24. 16 ədəd o demək ki 16-ya vurursan. Megabayt ilə istəyir. Bunların hamısı bir-birinə vurub 16-nı 204 yazacağız. Burada elədi 10, 10, 20, 24. 2 üstü 24 vur 24 bit. Megabayta çevirsəm 2 üstü 23'e böləcəm. Bu nə apardı qaldı 2. 2'nin 24'e 48. Söz cavab oldu 48. Elə bunlar da deyək. Onsuz da 95. Arada bir dənə 96 yoxdur. Onu deyəcəm. Deməli, yenə eyni şey. Yenə eyni şey. 5 son 2 belə gedir. 256 belə gedir. SMK 232'dir. Ondaki CN 32 bit olur. 32 bit. İndi 8 ədəddir. Onda əlavə bir dənə 8'ə vurursunuz. İndi yoldaşlar, bunların hamısı 2'nin qüvvətidir. 32 5'dir. 8 3. 9 8 17 20 25.
225 nə? Bit. Nə ilə istəyir? Megabaytla. 23-ə bölürsünüz bitdən megabaytı. Bu da elədi 4. 4 megabayt. Bildiniz mi? 96. Belə 96-97 eyni tip suallardır. Yəni o eyni düsturlarla bağlıdır. Və bərabərdir. A, B, N vur, T vur kadr sayı. Kadr bilirsiniz nə deməkdir? Görüntü. 12 megabayt həcmdir. 209, 208, 8 kadrı 203 yazıram. 16 saniyə zamandır. 204. Ya bu TED-də ona görə. Bizdən rəng salarını soruşur. Yəni böyük yen. Yenə kiçik yeni tapıb üstü qüvvətə qaldıracam. Kiçik yen bərabərdir. Kiçik yen bərabərdir. Deməli 12 megabaytı 12-ni 223-ə vuracam yoldaşlar. Niyə? Çünki yenə şeyə çevirəcəyiz. Sonrası kiçik yen bitirəndə. Qalanları 209, 8, 4, 3. Neyse. İndi belə də 17, 20, 24. Bundan getdi, qaldı 2. 12-ni də 2-yə bölsəz 6. İkisi yəni oldu 6 bit. İndi rəng salarını soruşursa cavab 64. Rəng salarını soruşur, cavab 64. Sağ olun müəllim. Mən 6 almışdım cavabı ona görə. Yo, bax görsən fikir vermirsən. Rəng saları istəyir axı. Bildiniz. Sən elə bayaqçın ona görə səhv yazmışsın da. Bayaq bir dənə sual vardı belə. Müəllim, nə vaxt balaca yen, nə vaxt böyük yen tapacağımı bilmirdim sualların çoxsunda. Rəngləri istəyəndə böyük yəni. Daha aydın oldu. Rənglərin sayını. Hə də haysa. O rəngləri istəyəndə belə rəng saları, rəng palitrası, rəng sayı bunlar hamısı böyük yendir. Kiçik yen. Bir pikselin həcmi və ya bir rəngin həcmi bəzən belə deyilir. Ha, tamam. O ikisi yenə rəng tərtibi də deyirlər. Rəng dərinliyi, rəng tərtibi. Onun adları çoxdur. Yenə eyni prosesdə gedir. Böyüyən bərabərdir 200-200. İndi bu 210. Bu da 208. 32 saniyə deyir. Deməli T 205. 60 megabayt həcm. Həcm də verilib. 32 rəng saları. Deməli böyüyən 32-dir. Bunda kiçiyən 5 bit olacaq. Bildiniz? Kiçiyən 5 bit. Öyle hamısı verilib ki, buradan əsas çıxmır bəs. Hə, kadr sayını istəyir. Bu nə x? Yəni bilmirik. Öyle bir dənə bunu istəyir. Yoldaşlar hamısı verilib. Onda bu da bərabərdir. 60'ı yenə 223'ə. Siz bilirsiniz niyə 223'ə vururum? Hə millət? Çünki megabaytdan bitə çevirmə qaydası, üsul. Birinci bölməni xatırlamaq lazımdır. Bax. Bit, byte, kilobayt, megabayt. Yəni bilin də niyə 223'ə vururuq. Düz onu mən bayaq şifahi dedim əslində. Yəni çevirmə səbəbi budur. Aydın oldu. Aşağıda 210, 208, 5. Hə, bir dənə də sadəcə 5 bit vardı. Tabii bit siləm. Çünki da yuxarıda bit oldu, aşağıda ixtisar gedirdi onsuz. 18, 23. Elə bununla getdi. Elə 60'ı 5'ə böləcəksiniz. Elə də 12. Deməli 12 nə oldu? X, yəni kadr. Aydın oldu. Yəni 1 saniyə ərzində 12 kadr gedir. 12 kadr. Maraqlıdır. Görün 1 saniyədə 12 kadr gedə bilər. Məsələn, kinoya baxanda 12 kadrı eyni vaxtda görə bilirsiniz saniyədə. Əslində görmək olar bəlkə də. Hə? Məncə Bilmirəm, bəlkə də ola bilər.
Yaxşı. Mən necə yəni kadr? Başa düşmədim mən bunu. Kadr nə deməkdir? Görüntü nə deməkdir? Kinoya baxmırsan sən heç? 12 dənə hissə deməkdir, yoxsa necə? Hadi yəni görüntü də 12 dənə ard-arda gedir də Fərqli, kadr nə deməkdir? fərqli görüntülər. Hə, aydın oldu. Kinoların fraqmanı olur, fraqman. Orada hardasa mən sizə deyim ki, bir dəqiqədə elə çox fraqman, kadr gedir əslində. Neysə, başım bıraq, nə olar. Bax, burada saniyədən söhbət gedir. Saniyədə məncə ola bilməz 12 kadr. Mən də heç ağlım kəsmir. İndi sualda sadəcə baxdıq. Hə. Sənə lazım təsəlli. Araşdırdım. Yaxşı. Bu belə. Gələn dərsə yoldaşlar.